Gəlirlər, demişəm istəyiblər. 18 yaş tamam Mən olsun, şəxsən canım. demişəm ki, çıxın qapıdan bizim qızımız azyaşlıdır. Məclisimiz elə təzə başlamışa yaxın mən yoldaşıma gəldilər, məlumat verdilər ki, belə-belə. Hacı Qabulun Meyniman kəndində erkən nigahın qarşısı alınıb. Kənd sakini 23 yaşlı oğlanın, Qarağac kənd sakini 16 yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi dayandırılıb. Gəlmişlər qız istəməyə. Mən də vermədim. Dedim az yaşlıdır. Gözlüyüm tamam olsun. Ondan sonra gəlin aparım. Nişan yazı heç nə eləməmişəm. Nə də ki qız verməmişəm heç kimə. Gəlmişlər. Dedim ki yaş tamam olsun, az yaşlıdır. Ondan sonra gəlin toy üzrə. Məktəbə gedir. Gedirdi, indi rəhmətli edəndən sonra qoymadı da çıxartdıq elə ondan evdə. O mamam rəhmət etdi. Ondan sonra Neçə yaş var hazırda qızın? 17. Biz elə bir oğlum üçün elçi getmək istədik. Getdik daha doğrusu. Sonra məlum oldu ki, o uşağın sənədləri düzgündür. Ona görə təkrar bu işi biz dayandırdıq. Bu ağciyər xəstəsidir. Bu uşaq deyir ki, mənim arzum var, qardaşımın toyunu görüm. Yəni, mənə də həkim deyib ki, mənə müalicəsi mümkündür də. 5 gün, 10 gün nə yaşayar. Bu uşağın xətrinə, o qardaşı içində burada, öz ailə aramızda, qohum əqrəbi arasında gəlinsiz, filansız, heç bir burada şey olmayıb. Heç nə. Onlarla da bizim əlaqəmiz yoxdur. Təkcə bir dənə həyətimizdə məclis qurduq. Məclisimiz elə təzə başlamışa yaxın mən yoldaşıma gəldilər, məlumat verdilər ki, belə-belə. O da elə bir ki, bilən kimi təkrar o özdə bu işi dayandırdı. Muskatları dayandırdıq. Bütün hamı, qohum, əqrəbə dağışda çıxdı.